Bir dəqiqədə kreatin haqqında öyrənək. Kreatin əzələlərdə enerji istehsalını artıran və xüsusilə də ağırlıq qaldıran idmançılar tərəfindən istifadə olunan bir əlavədir. Bədəndə təbii olaraq qaraciyər, böyrək və mədə-altı vəzi sintez olunur, əsasən qırmızı ət və balıq kimi qidalarda daha çox olur. Nə üçün istifadə olunur? Əzələ gücünü və həcmini artırmaq, performansı yüksəltmək, yorğunluğu azaltmaq, ATP istehsalını artıraraq daha intensiv məşqlərə imkan yaratmaq və bərpa müddətini azaltmaq. Əsas hansı növləri var? Kreatin monohidrat, mikronize olunmuş kreatin, kreatin hidroklorid, kreatin etil ester və kreatin alkloid. Bu çeşidlər arasından bizə əsas lazım olan kreatin monohidratdır. Populyar firmalar isə Muscle Tech, Optimum Nutrition və sair kimi göstərmək olar. Yan təsirləri: bəzi insanlarda mədə narahatlığı, şişkinlik və qızğırma problemləri, bədəndə müvəqqəti su toplaması səbəbindən çəkinin müvəqqəti artımı, yüksək dozalarda qəbul olunarsa böyrək problemləri yarada bilər. Çox yüksək dozalarda qəbulu, böyrək və qaraciyərlərdə yüklənmə, su az qəbulu isə dehidratasiya riski yarada bilər. İstifadə qaydaları əsas iki yerə bölünür. Birinci istifadə qaydasını məsləhət görmürəm, bu yükləmə metodudur. İkinci istifadə qaydası isə sadə metod, yəni gündəlik 3-5 qram qədər dozada qəbul etmək. Ən yaxşı qəbul vaxtı məşqdən sonra istifadə olunarsa əzələnin bərpasına kömək eləyir. Məşqdən əvvəl isə performansın yüksəlməsinə təsir göstərir. İstifadə olunmazdan əvvəl məsləhət görülən analizlər: kreatin və GFR testi, yəni böyrək funksiyasının yoxlanılması, ALT və AST, yəni qaraciyər enzimləri, sidik analizi böyrək funksionallığının yoxlanılması üçün və qan analizi elektrolitlərin yoxlanılması üçün. Ümumilikdə kreatinin firmasının fərqi yoxdur. Əsas monohidrat olması şərti ilə istifadə qaydası heç bir fərqi yoxdur. Günün hansı saatında istəyirsiniz içə bilərsiniz. Əsas doza və su qəbuluna diqqət etmək şərti ilə.